Siz rəssam olsaydınız, nəyi şəklini çəkərdiniz? Mən rəssam olsaydım, yəqin ki, sülhün, sülh quşu, nəsə belə bir şey, dünyaya bir mesaj vermək üçün. Özüm. Tayna вечеряна. Mənzərə. Özüm. Я думаю, что картину своей супруги. Я бы нарисовал вот пейзаж. Открытое море, пальмы, горы, вот такие вещи. Ay şəkli çəkərdim. Əlində ay. Mən rəssam olsaydım, mənzərə çəkərdim yəqin ki. Belə gözəl mənzərə çəkərdim. Я, скорее всего, рисовал бы пейзажи, натюрморт пейзажи, а не людей, скорее всего. Əslində qalsa Azərbaycanda mən müxtəlif sezonlarda səyahət edirəm və təsərrüfat səhnələri görürəm. Məsələn, ot biçən xanımlar görürəm, süpürgə yığanlar, bəzən yolda maldarlıqla məşğul olan insanlar görürəm və güman ki, onlar həmişə mənim kadr olaraq çox yaxşı yadımda qalır və güman ki, qabiliyyətim olsaydı onları rəsm eləməyi seçərdim. Dəniz olardı. Dənizin qırağında isə də sahil olardı. Orada da çox gözəl bir ev olardı. Ondan sonra qayıq olardı. Qayığın üstündə insanlar. Bir dənə də ki, qıraqda ay.